Əziz xalqım, millətim, dünya aləmi. Bura Şabran rayonu General Mehmandarov küçəsidir. Baxın, müasir dövrdə illər çalınıb, bura daşda əhalinin şəxsi hesabına tökülüb. Dəfələrlə Şabran rayon icra hakimiyyətinə müraciət eləmişik. Bələdiyyəsinə də müraciət olunmuşuq. Heç bir tədbir görülmür. Mehmandarov küçəsi köhnə salınan küçələrdəndir. Ondan da köhnə Şabran rayonunda Füzuli küçəsidir. Dahi şairimiz Məhəmməd Füzuli'nin adını daşıyan küçə. Nə yerimək mümkündür, nə bataqlıq, suluqluq, balota. İndi mən sizə növbəti küçəni göstərəcəm. Yeni salınan küçələrdəndir. Yəni Mehmandarovdan sonra Məhəmməd Füzuli küçəsindən ən azından bir 70 il sonra salınan küçədir. Niyə demirəm ki, ora asfaltlanıb? Niyə bura asfaltlanmır? Ora asfaltlanır. İndi mən bilmirəm. Bu hakimiyyətlə danışmaq çox çətindir. Hamı özü yaxşı bilirsiniz. Baxın. Bunlar söz deyən kimi sözdən söz tutub adamı basırlar türməyə. Üstüyə adam göndərirlər. Hədi qorxu gəlirlər. Bütün məmurların yanında qolu zorlular var. Dövlət qanunları qalıb kənarda. Qolu zorlu insanlar güc göstərir. Onlar əllə adamı hədə, qorxu, övladları, ölümü. Bu vaxtda növbəti verilişlərimdə danışacağım. Ancaq baxın, gəlib çatırıq həmən birləşən küçəyə. Növbəti küçəyə çatırıq. Baxın. İsə asfaltlanıb yeni küçədir. Ben desem ki orada memurlar yaşayır. Eller uzun. Evet. Eller uzun insanlar yaşayır. Bakın çıktık. Asfaltı yeni salınan küçədir. Asfaltlanıb. Yani orada memurlar yaşayır. Yapın. Aparıcı heyət yaşayır. Ancaq qeyri yaşayan Mehmandarov küçəsi, Füzuli küçəsi çox adını dağılır gündədir. Mən demirəm bura niyə asfaltlanıb. Ancaq niyə ora asfaltlanmır? Mənim üçün maraqlı budur. Bu növbəli haldadsa niyə növbələn asfaltlanmır? Atlanır bir küçə. Baxın. İndi yeni bir rəsmi göstərəcəm. Orada kasıblar. Burada kasıblar küçəsidir. Baxın. O avtomobil gedən orada da məmurlar yaşayır deyən ora asfaltlanıb. İndi özünüz qiymət verin. Əziz Şabran əhli, əziz
xalqı. Dünya insanları demokratiyadan danışanlar, insan haqlarından danışanlar. Öz dəyər verir. Mən adi sıravi vətəndaşım. Bunu münasibət bildirməyinizi xahiş edirəm. Sağ olun.